Dövlət evimi əlimdən ala bilər? Belə bir sual. Bu barədə uşaqlar sizinlə danışmaq istəyirəm. Ümumiyyətlə sizcə dövlət sizin evinizi və yaxud torpağınızı əlinizdən ala bilərmi? Əgər sizin cavabınız xeyr, bu mənim şəxsi mülkümdür deyirsinizsə, yanılırsınız. Nəyə görə? Çünki Konstitusiyanın 29-cu maddəsində, yəni mülkiyyət hüququnda qeyd olunur ki, mülkiyyət toxunulmaz olsa da burada bir istisnamız var və bu dövlət ehtiyacları üçün istisnamızdır. Yəni buna sizə sadə bir nümunə üzərindən gedək. Məsələn, fikirləşin ki, evinizin yerindən vacib bir yol keçməlidir. Dövlət o zaman o evi ala bilər, lakin burada qanun deyir ki, Konstitusiyada əvvəlcədən və ədalətli şəkildə bunun dəyəri ödənilməlidir. Yəni pulunu vermədən heç kim sizi evinizdən çıxara bilməz. Bəs sizə sualım belədir. Sizin evinizin sənədi varmı? Rəylərə yazın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.